her bir insan için onun milli mensubiyeti onun gurur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Heydər Əliyev demişdir, mən həyatımın mənasını xalqıma xidmətdə görürəm. Azərbaycan mənim həyatımın mənasıdır. Demişəm və indi də deyirəm, həyatımın bundan sonraki hissəsini xalqa bağışlamışam. Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Heydər Əliyev dünyanı Azərbaycana bəslədiyi etimadda, inamda yaşayır. Heydər Əliyev Azərbaycan sevgimizdə, vətən təəssübümüzdə, millət yağımızda yaşayır. Zamanı biz yazırıq deyən Heydər Əliyevin bir kəlamını da unutmamalıyıq. Nə qədər ki Azərbaycan var, mən də varam və mən Azərbaycanda əbədi olacağam. Nə qədər ki Azərbaycan kəlməsi səslənir, Heydər Əliyev də Azərbaycan sözü ilə yaddaşlara həkk olunur. Biz sülh istəyirik. Açıq səma, dinc həyat, azad, müstəqil Azərbaycan istəyirik. Bu böyük istək, bu böyük amal, ulu öndərimiz Heydər Əliyevin böyük istəkləri, amalları idi. Bu böyük istək, bu böyük amal, möhtərəm prezidentimiz İlham Əliyev cənablarının həyata keçirdiyi siyasətdə öz əksini tapır. Biz də bu böyük istəklərin, bu böyük amalların davamçıları olaraq sizləri əmin edirik ki, çiçəklənən Respublikamızın tərəqqisi uğrunda əlimizdən gələni edəcək və sizlərin etimadını layiqincə doğrudacaq. Yaşasın Heydər Əliyevin bizə əmanət qoyduğu Azərbaycan. Heydər Əliyev demişdir, özünün müəllimliyə həsr etmiş insan ən şərəfli insandır. Heydər Əliyev demişdir, vəzifə insana heç bir şey vermir, sadəcə olaraq səlahiyyət verir. Qalan hər bir şey onun ağlından, biliyindən, zəkasından və mədəniyyətindən asılıdır. Heydər Əliyev demişdir, azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir. Heydər Əliyev demişdir, xalq azadlıq uğrunda mübarizə apararkən daim qurbanlar verməlidir. Keçmişdə də belə olmuşdur, bu gün də belədir, gələcəkdə də belə olacaq. Heydər Əliyev demişdir, müstəqillik yolu qədər çətin yol yoxdur. Heydər Əliyev demişdir, iqtisadiyyatı güclü olan dövlət hər zaman hər şeyə qadirdir. Heydər Əliyev demişdir, mən dünyada müəllimdən yüksək ad tanımıram. Heydər Əliyev demişdir, xalqın vətənin talihi hər bir insanın talihinə çevrilməlidir. Heydər Əliyev demişdir, tarixi olduğu kimi qəbul etmək, dəyərləndirmək və olduğu kimi dərc etmək lazımdır. Heydər Əliyev demişdir, fərzimizin hər səhifəsi bizim üçün əzizdir. Heydər Əliyev demişdir, böyük siyasəti kiçik hissələrə, xırda mənfəətlərə bağlamaq olmaz. Heydər Əliyev demişdir, təhsil millətin gələcəyidir. Heydər Əliyev demişdir, hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Heydər Əliyev demişdir, ədalətsizliklə ədaləti bərpa etmək olmaz. Heydər Əliyev demişdir, heç kəs əbədi qalib ola bilməz. Mən